Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev barədə Səbail rayon məhkəməsi cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, onun haqqında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırma maddələri ilə ittiham olunur. Bəs Prezident Administrasiyasının sabiq rəhbərini bu maddələrə əsasən hansı cəza gözləyir? OXAZ bununla bağlı artıq araşdırma aparıb. Maddə 278.1 Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə yaxud hakimiyyətin zorla saxlanmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərdir ki, bu da 12 ildən 20 ilə qədər müddəti azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 274 dövlətə xəyanət, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan vətəndaşı tərəfindən qəsdən törədilən əməl, düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə, 12 ildən 20 ilə qədər müddəti azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 193 1.3.2-yə əsasən cinayət yolu ilə əldə olunmuş əmlakı legallaşdırma xeyli miqdarda törədildikdə 3 ilə qədər müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilə qədər müddəti azadlıqdan məhrum etməklə cəzalandırılır.